Azyaşlıların iştirakı ilə törədilən hadisələrdən danışacağıq. Paytaxtda atanın 15 yaşlı qızı tərəfindən öldürülməsindən, müəllimin şagirdi tərəfindən güllələnməsindən, Ağcabədidə 7 yaşlı azyaşlının, Şəmkirdə isə yeniyetmənin həm yaşıdları tərəfindən bıçaqlanmasından danışacağıq. Son 2 həftə ərzində azyaşlılar tərəfindən törədilən hadisələrin statistikasını sizə təqdim etdik. Mütəxəssislər həyəcan təbili çalırlar. Günahkar yoxsa səbəbkar axtarılmalıdır. Mövzu ilə bağlı əməkdaşımız Rəşad Vəkiloğlu danışacaq. İstəyirəm ki, biz səninlə bir mövzuda bir balaca müzakirə aparaq. Bax, bugünkü gün hal-hazırda sən və sənin yaşıdlarını ən çox emosional tərəfdən nələr narahat eləyir? Zorakılıq falan narahatçılıq yaradır. Son illər ölkəmizdə film kimi cinayət hadisələrinə şahidlik edirik. Yeniyetmə atasını bıçaqlayıb öldürür, məktəbli müəllimini güllələyir. Bu azyaşlıların iştirakı ilə qeydə alınan hadisələrin bir hissəsidir. Kimdir günahkar? Valideyn, övladı yoxsa təhsil müəssisəsi? Son illərin kriminal hadisələrinə nəzər salsaq, təkcə 2026-cı ilin 2 ay ərzində yeniyetmələr tərəfindən törədilmiş cinayət hadisələri əvvəlki illərlə müqayisədə dəfələrlə çoxluq təşkil edir. Yeniyetmələrin son dövrlər cinayətə meyl etməsinə səbəb nədir? Qanunvericilik baxımından bir çox boşluqlar var. Belə ki, hal-hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən 14 yaşına qədər olan azyaşlılar ümumiyyətlə məsuliyyət daşımır. 14 yaşından 16 yaşına qədər ağır və xüsusilə ağır cinayət törədərsə məsuliyyət daşıyır. Azyaşlıların ömürlük azadlıqdan məhrum etmə cəzası da tətbiq olunmur. Qanunvericilik azyaşlıların cəzalanmasına deyil, təlim-tərbiyə olaraq cəmiyyətə yararlı övlad kimi yetişməsinə xidmət edir. Mütəxəssislər deyir ki, məktəb cəmiyyət arasında ən təhlükəsiz mühitlərdən biri kimi qəbul olunsa da, son illərdə yeniyetmələr arasında artan hüquqa-zidd davranışlar və cinayət halları ciddi narahatlıq doğurur. Bəs həqiqətən də azyaşlıların iştirakı ilə baş verən bu kimi hadisələr bir sıra sosial, psixoloji və ailəvi amillərlə əlaqəlidir. Valideyn mütləq öz övladının hər hansı bir xoşa gəlməz davranışı haqqında mütləq mütəxəssislərlə məsləhətləşməlidir. Uşaqlarının erkən diaqnoz vasitəsilə onları narahat edən psixoloji problemləri aradan qaldırmağa köməklik göstərə bilərlər. Millət vəkili Mehriban Vəliyeva hesab edir ki, yeniyetmələrin iştirak etdiyi cinayət hadisələrinin artması cəmiyyət üçün ciddi xəbərdarlıq siqnalı olmalıdır. Onun sözlərinə görə, belə hallar təkcə hüquq mühafizə orqanlarını deyil, bütün cəmiyyəti narahat etməli. Günahkar axtarmaqdan daha çox bunu törədən səbəbləri anlamaq və o səbəblərin aradan qaldırılması üçün müəyyən addımların atılması məsələsi diqqətli olmalıdır. Müzakirə olunan məsələlərdən biri də uşaqların tərbiyəsində, onların psixoloji inkişafında, onların mənəvi inkişafında sosial şəbəkələrin ötürdüyü informasiyaların mənfi təsirlərinin görünməsi məsələsidir. Mehriban Vəliyevanın sözlərinə görə bir sıra ölkələrdə artıq azyaşlıların sosial mediadan istifadəsi yaş məhdudiyyəti, valideyn nəzarəti və təhlükəsizlik filtrləri vasitəsilə tənzimlənir. Bəs təcrübənin tətbiqi ölkəmizdə də mümkündürmü? Sabah ki, Milli Məclisdə plenar iclasda müzakirə olunan qanun layihələrinin içərisində təxminən 3 qanun layihəsi bu məsələlərlə bağlı ya dolayısı ya da birbaşa olaraq müzakirələrə çıxarılacaq. Yaş məhdudiyyəti ilə bağlı olan qadağalar ola bilər. Biz bilirik ki, bir çox ölkələrdə artıq bəzi ölkələrdə 15 yaşına qədər, bəzi ölkələrdə 16 yaşına qədər müəyyən deməli sosial şəbəkələrdən istifadə edilməklə bağlı məhdudiyyətlər qoyulub. Qeyd edək ki, hazırda ölkəmizdə bir çox orta təhsil müəssisələrində şagirdlərin internetə çıxışı müəyyən icazələrlə mümkündür. Rəşad Vəkiloğlu, Pərviz İlqaroğlu, Space xəbər.